Bəli, dostlar. Qız deyil, qızıldır bu, qızıl. 1 qram sarımsağın iyi gəlmir bu çay içəndə. Tak что bunun ikisinə baxmayın, belə diyetadayım. Bunun bir dənəsini 3 stəkan çaya içəcəm. Oy. Bir dəqiqə çox sual verməyin. Avar yeləmişdim. Vanil kimi iyi gəlir. Vanil vurublar yəqin. Balayıb bal. Nə mürəbbəsidir? Adlarını bilmirəm. Bu xarlayıb yaşılı, qırmızısından yeyirəm. İndi yaşılının da xarını necə açım bu xarı? Bunu belə deyim ki, mürəbbə ləyəninə töküm. Elə mi qaynadım? Yoxsa qaynar suyun içinə mi qoyum? Yox, kalorik deyil. Elə bu badamdır yəqin. Badam mürəbbəsi. Bək, qırmızı da badamdır, elə mi? Qaynat qazanda, bankaya, qaynat tavada. Всё. Bu elə sizin gözünüzün qabağında eləyim də. Beləsi olar, belə qabda. Nə olacaq ki? Nə qədər xarlayıbsa, ay qızlar. Şey çıxmır ya buradan. Qız deyil, qızıldır bu, qızıl. Dəhşət xarlayıb, hə. Zəhərlənməz bu. Durun, qonaq gəlin. Mürəbbəm çox. Çayım çox. Tüh. Şimdi bunun qaynasın. Şikayətinə baxarıq. Orada. Rəngi elə gözəldir, çox qəşəkdir. Su da töküm. Doğrudan su töküm. Pesokum yoxdur. Qara qəndim var, karişini yemirəm. Pesoku yox, qəndim var belə. Qənd köhnəndir ki. Qəndlərimdən atım ora. Limon duzum gəlib gərək gedəm gətirəm. İndi gəlib gətirərəm, limon duzunu almışam. Su. Yox, bir dənə şey yazında xahiş edirəm. Yarım stəkan su töküsü. Ha, nə olsun, donum var da. Çox sağ olun. Yaman işlədim. Qəndləri töküm ora, onsuz da yemirəm. Bir neçə dənə qənd atım, azca qaynadım. Limon duz tökəcəm, indi geyib alıb gətirirəm. Qənd atmayım elə, heç nə, yaxşı. Qənd də pesokdur da. Bu niyə xarlayıb ki? Pesoku az olub, yoxsa çox olub? Yaşıl çaydır bu. Çox olub, eləmi? Hə, onda su tökərəm, düzdür. Su tök, onu tök. Su tök, onu tök.
Kəsəyə çox olanda xarlayır. Valla bu qoz necə bir şeydirsə, bu mürəbbəyə də qatanda qəşəng dadır. Hər şeylə qəşəng dadır da. Karoçi. Ay ay. Bilmirəm bu nə mürəbbəsidir qəşəng. Bəh, bəh, bəh. Badam. Bir dənə ilə olar. Bu şirini birdən-birə kəsə bilmirəm də. Bu gün mənim şirniyyat bir dənə badam yedim. Mürəbbəsini. Vəssalam. Ağzımı qıfılladım. Vəssalam. Yeməyə də baxmayacağım. Arıqlamaq istəyirəm. Məni TikTok-a kökəldir. Girirəm ora. Özdə bütün yeməklər mənim qabağıma çıxır. Orada belə yeməklər qoyurlar dostlar. Yiyirəm kökərim. Şokoladlar dolu qalıb orada. Yiyən yoxdur. Burada olsaydınız verərdim sizə valla. Buradan Astraxanda dostumu salamlayıram. Dəyərli dostum, orada bir toy təşkilatçımız var. Böyük konsertlər təşkil edir. Yaxından Burak Özcevit var, onu da gətirmişdi. Çox belə böyük konsertlər. Məni ora bir 3 günlük toya çağırmışdı. Onda mənə bax bu çayları, o şokoladları, yəni burada satışda olmayandısa, nədirsə bu qeyri-adi bir şeylərdir. Burada da su. Все. Bir kaynağı burada. Ay dostlar, çox qəşəngdir. Ay aman. Yamyaşıl. Deyirəm, bu TikTok'da nə olardı? Kişilər olmazdı. Qadınlar olardı, elə. Kişiyə nə pişirmişəm? O restoranda yiyir. Özümə nəsə pişirmişəm bir. Arıclıq heç nə yox. Şokoladlar belədir. Bunu yemişəm, tutarmışam. Çox qəşəngdir. Алтайский мед, сочный апельсин, обжаренный миндал, душистый абрикос. Təbiidir, çox qəşəngdir. Bir çıxanda buna. Çox dadlıdır. Gün ərzində bir yumurta yemişəm. Bu boyda çörək. Bir kusok Holland pendiri, bir 50 qram da yağ, 100 qram zadı. 100 qram. Yoxsa 50 qram, bilməm, belə bir kusok da. Все, bir də indi bax salat. Canlını da niyə açıram? Kim deyə bilər mən canlını niyə açıram? Yazın görün. Niyə canlı açıram? Xlepsi, hə deyirlər onu. Canlı niyə açıram? Onu yazın. Yox, yox, nə darıxmaq. Ayın 23-nə, 24-nə toy paltarlarına əl işlərim var. Tüklər zadlar düzməliyəm, onları eləməliyim. Yox, 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 yox. Yox canım, qadının yeri ərinin yanıdır, bəli, bəli. Canlını niyə açıram? Arıqlamaq üçün. Sizin yazdıqlarınızı görəndə ətim tökülür arıq. Zarafat bir yana, bu zarafatdır. Canlını niyə açıram? Deyim, ən düzünü deyəcəm. Heç kim tapa bilmədi. Başım sizə qarışır, yeməkdən uzaq dururam. Çox gözəl çaydır. Bunu da içirəm. Zaten balaca stəkanlı. Elçin 7777 приглашает вас на совместный эфир. Elçin bəy,
şəklini bəyənmədim. Niyə? Normal nə oğlansan, amma bax bu kişi bu sifətini niyə profilə qoysun ki? Bunu uzaqdan tut, çək qoy. Bütöv şəkil qoy. Bax belə bu dodağını, qaşını, gözünü niyə qoymusan? Ay Elçin bəy, niyə? Səhv deyirəm ay qızlar. Hə. Siz sevindirəcəm az qalın. Burada yazdıqlarınızı özüm hündürdən oxumuram. Çünki mənim qərəzli yazan düşmənlərim də var. Sizi ağladacam 23-ü. Elə ağlayacaqsınız, elə ağlayacaqsınız. Hə. Onda mənim burada 3700 izləyicim var. Onda onlar sizə belə güləcək. Hələ gülün, gülün, gülün. 2-cə gün, 3 gündə dözün. 20-sidir bugün. 3 gün dözün də 3 gün az qalır. Ya sənə verən Allah ya mənə. Mən eləyə bilərəm, mən belə şəkil qoya bilərəm. Qadınam axı, müğənniyəm özdə. Bax, bu kişi xeylaqlarına üzümü tutub deyirəm. Xahiş edirəm, ay əziz bəylər. Simanızı çəkib, təzə bəzi oğlanlar belə şəkil qoyur, dodağını verin. Bu nədir, bu nə şəkildir? Kökəlməmişəm, telefon elə göstərir. Axırıncı telefonlar da vapşe kök göstərir. Hayf deyil bu. Bu məndə 5-6 ildir var. Kukla kimi. Instagramda, TikTokumda hardakı incəm-incəyəm, çox qəşəngəm, özüməm, yəni. Bax, bu telefondur. Hardakı potaşam belə, bu təzə çıxan telefondur, biləsiz. Almayın bu təzə çıxan telefondan. Vallah billah axmaq telefondur. Ay, qaynadı. Hə, qızlar, indi bu qaynasın, neçə buğum? Hələ üstündə belə xarlamış görünür. O bir dənə qaynasın bu. Sonra limon duzunu soyandan sonra mı vurum, yoxsa qaynar mı vurum? Yoxsa bişəndə mi vurum? Bir bu. İsti su atmışam. Yavaş-yavaş qaynayır Teymur bəy. Çox sağ olun, hədiyyə atmayın. Sarımsaq mədəm narahat eləmədi. Amma bir balaca refleks verir. Значит, 6 diş yedim, 4 diş bəs yemişəm. Simek çaynik nədir ay qız? Nə alın? Limon duzunu söndür sonunda, yaxşı. Limon duzunu at, söndür, hə. Bişdi, tutardı, limon duzunu atıram, altını söndürürəm. Düz. Çox qaynatmıram, yox, elə təzə başlayır. Kökəlmişəm də belə yaxşıdır. Qadın biraz belə, mənim kimi belə balıq ətli olar. Nəyə lazımdır? Özdə arıq qadın kasıbı oxşuyur. Belə elə bir ki, yeməyi zadı yoxdur. Acından ölür. Lazım deyil kasıb görünmək. Bizə varlı görünmək lazımdır. Yağmasaq da gürüldürük. Mənim kimi kasıblar kök görünsə, kök olanda qəşəngdə deyirsən ki, yeyib içib dünyanın bala dərdini də vecimə almıram. Ay, yalan danışdım. 6 diş dolar sarımsaq, 5 diş dolar. Nə istəyirsiniz vurun, fərqi yoxdur. Mən göz ayarı edirəm. Bu təranə alış ovadır, nədir? Bunu mən o gün blok eləmişdim. Bu cəhənnəm olub getmədi. Bu da bax, ağzı əri göz çaş. Özü qəsdən təranənin adını yazıb bura. Ay bəd, bax, təranə səni məhv elib, ağzını dəyib, gözünü də. Yox, səhv dedim, gözünü mən əymişəm. Ağzını tərşəyib. Can, burada bizim səhv gördüm, düz gördüm. O, Can, Nadir bəy, Moskvaya da gəlib getmişsiniz. Siz gedəndə mən gördüm videodakı, deyirsiniz gedirəm, bir günüm qalıb. Bir dəfə bizə də gəlin. Sizi çox istəyirik biz. Siz dəyərli bir sənətkar müğənnimizsiniz. Sizi, ailənizi öpürəm, salamlayıram. Mən sizi çox istəyirəm. Çünki siz həmişə doğrular danışan dəyərli sənətkarımızsınız. Mən həmişə deyirəm ki, mən Nadir Qafarzadənin qadın versiyasıyam. O mənim kişi versiyamdır. Çünki biz də belə, mən də belə dəli dolu, coşan, əsən dostlar, bu tipli insanlardan sizə ziyan gəlməz. Nəyimiz var? Dilimizdədir,
yalandan ürəyimizə salıb dilimiz bir başqa şey demirik. İçimiz nədir? Çölümüz də odur. Nə yazırsınız? Çox sağ olun. Altında donum var ay dostlar. Siz narahat olmayın. Don giymişəm. Sizin müğənniniz Avırlı xanımdır. Mürəbbəm qaynadı. Bir buğumda qaynasın ay qızlar. Rəhmətlik. Anam bunları qəşəng bilirdi. Allah heç bir evi anasız eləməsin. Mamit onun işində, gücündə. Kişinin bu vaxt evdə nə işi var? Xalası nəri gəlib qonaq eləyir onu. Buradan salamlayıram kəpənəkçiləri, Bolnisinin kəpənəkçi kəndini. Kişini evə qoymuram. Qaynayıram. Göstərim. Nə deyirsiniz, nə deyirsiniz, nə deyirsiniz? Ay Allah, dayan görüm nə yazır. Şəbnəm ya. Valbersdən. Hə, indi sizə Valbersdən danışım. Valbersi bəyəm. Bir dənə bir kofta zakaz elədim. Elə belə də evdə giyinməyə. Getdim, tapa bilmədilər. Dedilər gözlə. Mən də toya getməliyəm, gəlib hazırlaşıb. Dedim, olar mı? Sabah gələrəm onda, evin altıdır. Dedi, hə. Mən də toydan gecə gəldim. Çamadanı götürdüm, aeroporta getdim. Yadıma düşdü ki, mən sabah Moskvada olmayacağım. Bir 3 günlük evdən çıxdım, getdim. O toy, bu toy, o toy. Gəldim, yoruldum, yıxıldım, yatdım. Bir də getdim. Axırıncı 10-cu günü idi. Gedəndə dedilər ki, yenə tapa bilmədik. Mən də çıxdım, gəldim, iş tapa bilən günü də olmasın. Sonraki dəfə bir kofta, mən bir dənə gümüşlü bir şey giymişdim, onu oradan gətirtmişdim. Dedi ki, 2 dənə gümüşlü kofta gətirtmişdim. Всё, bunu söndürdüm. Kızlar, limon dozumu indi gedib alacağım. Söndürdüm altını. Nəysə, bu koftanın, gümüşlü koftanın 2 cür gətirtmişdim. Karsetlər idi, gümüşlü karsetlər. Birini aldım, birini almadım. Biri çox açıq idi. Şəkildə elə deyildi. Giyinəndə gördüm çox açıq. Bu almadığımı qaytardım. Evə gələndə gördüm kartımdan 300 rubl nəsə pul silinib. 5-6 manat. Söhbət 5-6 manatdan getmir. Mən almıramsa sən məndən niyə pul silirsən? Araşdıranda dedilər sən bir dəfə kofta gətirtmisən. Sən onu almamısan. Bizə gətirtmisən, dalınca gəlməmisən. Yəni bir var gələsən, geyinəsən, almırsansa qaytarırsan da. Sən vəbşə deyir, koftanı gətirdib maraqlanmamısan. Dedim, xeyr, mən bura 2 dəfə gəlmişəm. İndi yaxşı yadıma düşdü. Mən onunla bağlı Valbersə şikayət yazacağım. Mən gəlmişəm 2 dəfə, kamera var, açın, baxın. Sənin işçin tapa bilmirsən mənim gətirdiyim koftanı. Sən xeyr ola məni ondan sonra sanki ştraf kimi də nə alıramsa orada da üstünə 200 rubl, 300 rubl boş-boş qoyur pul. Almıramsa almadığımdan da pul çıxıb. Ondan sonra dayandırdım. Azon xaraşo. İndi mənim də toylardan başım açılmırdı. Yaxşı yadıma saldınız. Elə mənə bu şey lazım idi. Bunu bu saat mən şikayət eləyəcəm. 5 manat söhbət 5 manatdan getmir. Mən 50 dənə şey alıram. Orada 5 manata vur. 50 dənə şeydə gör 250 manat pul edir. Hər gün sən məndən 5 manatı niyə çıxmalısan ki? Söhbət budur. Ona görə sonra bir dəfə də ütü stolu almışdım. Ütü stolunu gördüm, dəmirin biraz əyilib. Ütülənən yeri yox, altında dəxilsiz bir şey idi. Yəni ala da bilərdim, almaya da bilərdim. Dedim, hazır pulumu verirəm, mən niyə bu əyilmiş ütü stolunu alıram? Mənə dedilər ki, aformut eləməlisən, filan eləməlisən. 1000 dənə uzun dərə dedim, nəysə, davay. Aldım. Amma Azondan lüstralar almışam. Çaşqası əlimdə qırılıb. Əlimdə qırılıb da, məsələn. Aparmışam ki, bu deyəsən çatdaq olub da, əlimdə qırılıb. Heç baxmayıblar, soruşmayıblar, qaytarıblar, pulumu da veriblər. Təzəsini zakaz eləmişəm. Yəni, Azon çox yaxşıdır. Nə alırsan, nə almırsan. Başım qarışır ki, yemək yadıma düşməsin. Yeməkdən yazmayın içinə. Koftam kişi koftasıdır. Vallahi kim istəyir, göndərə bilərəm. Surgut şəhərinə yaxında oradayam.
İnşallah çox yaxında Tümen, Surgut, Tomsk. Toylarım uje Severdə başlayır da. Moskvada toylarım çox azaldı, çox. Amma uje Sibirdə, Severdə toylar çoxaldı. Gəlirəm ora -50 dərəcə, -40 dərəcə. Oradan maraqlı videolar, partlayış videolar. Dostum baxsın, sevinsin. Çox üzr istəyirəm. Bir dişdəkdə şokoladdan azca alım. Sabahdan da lap diyetadayım. Hə. Bax məsələn, bunun belə yemədim. Azca belə dişlədim qılı. Bundan da bu içim hayıfdır. Əziyyət çəkirəmləmişəm. Sibirə gələcəm yaxında. Çoxdur, Sibir tərəfə toylarım çoxdur. Öpürəm buradan. İndi bilirsiniz hara gedəcəm? Murmanska. Murmansk. Bayaq da Murmanskadan biraz bəriyə bir yaxşı yer var. Kirovsk. Buradan öpürəm gözəl ailəni. Ağcabədi eli, yox, Beyləqan eli, bir də Yerazdaş. İrəvanlılar qohum olur. Ansamblımla inşallah ki, yaxında gəlirik. Düz sentyabra qədər tappa-tap toylarımız yazılıb. Ona görə də siz bu gözəl xanıma həmişə dəyər verin. Hə, bir də bir oğlan var burada. Dünən mən onun qəlbinə dəymişəm. O mənə tənqid yazıb. Tənqid, təhqir yox. Mən onun tənqidinə nahaq o söz yazmışam. Yazıb ki, sən nə oxuyursan ki? Sənin səsin mi var? Mən də ona yazmışam ki, qəşəng Yasin də oxuyuram. Oğlan axtarıb, tapıb, mənim şəxsi nömrəmi tapıb, mənə zəng eləyib. Afət xanımdır, dedim, bəli. Siz mənə deyir, belə söz yazmışsınız. Dedim, sən nə yazmısan ki? Dedi, belə. Dedim, hə, sənin o yazdığına biraz ağır yazmışam. İndi deyir, mən də deyir, yazdığımı siləcəm, bağışlayın. O bağışlayın yazan ki, mənim də bu ürəyimə nə deyim, mən də çox pis oldum. Təzdən dedim ki, mənim əziz qardaşım, sən onu yazdın, mən də biraz dozasını artıq elədim, mən də səhv elədim. Nə bilmək olur, bəlkə sən gəlib Yasin oxuyasın, bəlkə mən səndən qabaq ölürəm, bəlkə sən məni dəfn eləməyə gələsən. Dedi, yox, elə deməyin, nəsə olduq qardaş bacı. Burada canlımdadırsa, buradan onu Maçello. Allah haqqı. İcazə versə, buradan onu göstərərəm də. Çox dəyərli, çox. Görün, bu insana necə, vicdan necə gözəldir ki, mənim yazdığım söz buna təsir edib də. Muradovdur familiyası, bilmirəm. Buradan salamlayıram onu. Tverə də salamlar, Tverə salamlar. Qardaşınızın toyunda inşallah, inşallah. Mən bu ürəyim çox yuxadır. O mənə bir kəlmə yazdı ki, sizdən deyir, özümə o cavabı almaq deyir, çox, gör nə dərəcədə bu pis olub ki, bu sözün dalınca düşüb də. Dedim, hə, sizə yaraşarmı özdə kişi xeyla qadına belə şey yazsın. Dedi, silərəm, üzr istəyirəm. Dedim, yox, mən sizdən üzr istəyirəm. Dostlaşdıq. Var olasınız, çox sağ olun. Hədiyə göndərməyin, xahiş edirəm. Sonra kişi ilə dalaşıram, yoldaşım deyir, utanmırsan, sən hədiyə dilənirsən. Hədiyyatın, hədiyyat. Dedim, mən deməmişəm, özləri atır. Ona görə də sən Allah bizi dalaşdırmayın. Deyir, canlaşırsan, başa düşürəm. Arıqlamaq üçün yemək yeməyəsən deyib, başını orada qatırsan. Amma deyir, da hədiyə verin nə? Dedim, ha, PK eləyəndə bir-iki dəfə olub da səndə. İndi o düzmə eləyir, səhvmə eləyir, bilmirəm. Amma mənə ağzına gələn zan. Dünən PK eləyəndə dedim, nə olar, hədiyə göndərin. O da onu bilib, görüb. Tez çatdırıblar. Burada söz aparıb gətirənlər var, kimdirsə. Gəncədən gələnlərsiniz. Arıqlamaq kofesi mən qorxuram, ay canım. 1000 adam içsin, heç kimə heç nə eləməsin. Mən içən kimi, Şəbnəmi gördünüz, o dərman nə günə qoydu. Nazilə də gülə-gülə danışır. Billahla danışır ki, Şəbnəm belə oldu, elə oldu. Mən ciddiyə almamışdım, sən demə ciddi məsələymiş. Yazıq qız, gözə gəlib. Rakif Əhmədov. Şəkil qoyan belə qoyar da, uzaqdan, qəşəng.
Bəyəndim şəklinizi. Kamaz sürür özdə qaqam, Rakif. Allah işinə qüvvət versin. Can, ay Nadir bəy. İndi gördüm. Elədir, elədir əzizim. Nadir bəy gəldi Moskvanın elə gözəl vaxtına. Düşdü ki, qar dizə qədər, əsil qış, külək yox, ləzzət. İndi yəni hər saat o qar o cür yağmırdı da. Son 30-40-50 ilin elə yağan qarı olmamışdı da o dərəcədə. Əsl yeni ili Nadir bəy gəldi burada gördü. Özdə ay Nadir bəy, nə edirsiniz? Siz heç yaşa dolmursunuz, daha da cavanlaşırsınız, valla. Çəkinizi bilirəm, şeydə saxlayırsınız, çəkiniz yerində, amma ki, yaşdaşmırsınız, heç belə qırış-mırış da olmur, heç nə. Krasavçik. Valla, toylarımızın yaraşığı. Mən istəyərdim ki, Rusiyada yaşayan Azərbaycanlılar Nadir Qaparzadəni çox dəvət eləsinlər toya. Hətta bizi bir yerdə çox dəvət eləsinlər. Çünki ikimiz də enerjiliyik. Gör indi o toy nə cür olar da. Nadir Qaparzadəni deyirəm dostlar. O toy necə olar? Partlayış. Biri var dəhşət, biri var dış-bış. Partlayış və belə də dəhşət bir toy olar da. Çünki toya nə lazımdır? Enerji. Hamımız deməli 20 il əvvəl, 20 il olardı. Mən çox utancaq idim Nadir bəy. Bəlkə də bilmirsiniz o qız mənəm. Siz o qız mənəm. Siz o qız mənəm. Bax yadınıza gəlirsə, mən də çox utancağam. Kasıblığın da üzü qara gəlsin dostlar. İnsanın pulu olmayanda səsi də çıxmır. Belə oturmuşam, belə uzun da don geymişəm. Mən həmişə belə toylara uzun don geyinməyi xoşlamışam. Çünki repertuarım da o janra uyğundur. Mən toyuna çağıran insanlar da uzun donlu xanımlardır. Belə oturmuşam, Nadir bəy toya qonaq gəldi. Gəldi, hamımızla salamlaşdı. Mən də Nadir bəyi efirdən görmüşəm. Həyatda görəndə belə yaxşı, mən də belə qərib oldum. Onda təzə çıxırdı. İndi ilk dəfə bir açıqlama eləyəcəm. Mənim niyə Fərman qızı götürdüm, Həsənova soyadımı, familiyamı götürmədim? Deyəcəm niyə. Nadir Qaparzadə efirlərə çıxır, yanında da bir Afət Həsənova adlı müğənni ilə. Mənim də familiyam Afət Həsənova. O verilişə mən də çıxmağa başladım. Aparıcı soruşdu, Allah verdiyi yol ki, buradan salamlayıram. Afət, dedim, o da Həsənova daxı, Nadir bəylə duet oxuyurdu o qız. Qəşək də oxuyan qız idi, sarı saçlı qız idi. Mən də Afət Həsənova, bir verilişdə 2 Afət Həsənova. Dedim, Afət Fərman qızı. O vaxtı da 25 il əvvəl, 20 il əvvəl ata adını hər adam deyə bilmir də, hələ o təfəkkürdə idik. Aparıcı ilə Afət Fərman qızı dedi, elə ondan sonra da hər yerdə Fərman qızı, heç çox adam adımı tapa bilmir Fərman qızı. İndi Nadir bəy, gəldi mənə toyda dedi ki, az təzə gəlinsən, elə bil deyir, belə də oturmuşsan deyir, mən də belə oturmuşam deyir, təzə gəlinsən, daha demir ki, ay Nadir bəy, daha demirsən ki, bu qız təzə gəlin yox, pulsuzluqdan bildiyin də oxuyanmır, bildiyin də danışa bilmir. İnsan danışdıran dingildədən, ay Nadir bəy, puldur, pul. Pulsuzluğun üzü qara olsun. Ən zəhləm gələn şeydir pulsuzluq. Vallah, vallah. Həm pul lazımlı şeydir, həm də hərdən heç pulu sevmirəm də. Aytaç xanım, bilmirəm, fan səhifəsidir, özüdür, hər kimdir, hər nədir, səhifə işlədən kimdir, sağ olsun. Elmir bəy, çox sağ ol, Elmir bəy, sağ ol. Elmir bəy yazır ki, mənim bacım kaftardır. Adam öz bacısını elə deyər, ay Elmir bəy. Elə demə, xanımlara adam elə söz deməz. Fan səhifəsidir, lap yaxşı. Pulu olanda deyir, adam şəkildə də qəşəng düşür. Ay, nə qəşəng sözdür bu. Deyir, Murad bəy sağ olun, hədiyyə göndərməyin, xahiş edirəm. Sonra evdə kişi ilə qırırıq bir-birimizi. Mənə deyirsən, orada oturub hədiyyə dilənirsən. Deyirəm, vallahi yox, özləri göndər. Yəni, o dalaşır məndən. Çox sağ olun, göndərməyin.
ehtiyacı olanlara göndərin. Deyir ki, şeydir, nə qəşəng deyir, pul olan adamın deyir, şəkli də qəşəng çıxır. Şəkildə də qəşəng çıxır. Ay. Var olası çoxsunu oxuya bilmirəm. O qədərdir, 3000-dən aşağı düşmə.